Minsk qrupu, Qarabağda sülhün açarı, yoxsa xəyal? Qarabağ münaqişəsi Cənubi Qafqazın ən uzunmüddətli və mürəkkəb problemlərindən biridir. 1992-ci ildə ATƏT tərəfindən yaradılmış Minsk qrupu Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını asanlaşdırmaq məqsədi ilə təsis edilib. Fransa, Rusiya və Amerikanın həmsədrliyi ilə fəaliyyət göstərən bu qrup illər boyu çoxsaylı görüşlər keçirsə də münaqişənin həllində konkret nəticələr əldə edə bilməyib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bu qrupun passivliyini bir daha üzə çıxardı. Beynəlxalq təşkilatların ədalətli sülh üçün daha qətiyyətli addımlar atması zəruridir. Azərbaycan xalqı öz haqqını tələb edir və ərazi bütövlüyünə hörmət əsasında sabit gələcək istəyir. Sülh yalnız ədalətlə mümkündür, xəyallarla yox. Siz nə düşünürsünüz?